ektoderma, dedik ki ektoderma endoderma qatında yerləşir idrar hüceyrələri. Gəlin əvvəlcə bunların növ sayı haqqında danışaq. Baxın, çünki ektodermada fərqlilik var burada. Deməli uşaqlar, ektodermada əlverişli şəraitdə 4 növ hüceyrə var. Dəri əzələ hüceyrəsi, dalayıcı hüceyrə, aralıq hüceyrə, sinir hüceyrəsi. Mühit şəraiti əlverişli olduqda. Amma mühit şəraiti əlverişsiz olduqda biz dedik axı hidra cinsi yolla çoxalır. Cinsi yolla çoxaldığına görə bunda əlavə yumurta hüceyrə və spermatozoid də yaranacaq və hüceyrəsinin növ sayı artmış olacaq. Ektoderma qatında əlverişli şəraitdə 4 növ hüceyrə mövcuddur. Əlverişsiz şəraitdə 2 növ də əlavə olunur, olur 6 növ hüceyrə. Endoderma qatında dəyişmir, həmişə 2 növ həzm hüceyrəsi və vəzili hüceyrə olur. İndi bizdən ümumi də soruşa bilər bunu. Ektoderma, endoderma qatında bir yerdə əlverişli şərait olduqda 6 növ, əlverişsiz şərait olduqda isə